Belə bir sual paylaşmışdıq. Verilmiş cümləyə aiddir. Tam cavab. Nümunə belədir ki, keçmiş ziyarət ediləcək bir kitabxanadır. Yaşanılacaq bir ev deyil. Kim sualı görməyibsə, əvvəlcə saxlasın videonu, cavabını müəyyənləşdirsin. Daha sonra keçək bizim izaha və cavaba. Cavaba keçməmiş qeyd edeyim ki, artıq yanvar qruplarımıza qeydiyyat başlayıb. Dərslər haqqında ətraflı məlumat əldə etmək üçün və yaxud da qeydiyyatdan keçmək üçün 051 537 90 86 nömrəsinə yaza bilərsiniz. Baxaq variantlara. Fe'li sifətlər quruluşca eyni növdədir. Çox adam bunu düz fikir kimi götürmüşdü ki, ediləcək sözündə də il var, yaşanılacaq sözündə də leksik şəkilçilər var. Amma bir şey var ki, ziyarət ediləcək. İkisi birlikdə də bu mürəkkəbdir. Biri mürəkkəbsə, o birisi düzəltməzsə, deməli bunlar eyni növdə deyil. A getdi. Xəbərlər quruluşca eyni növdədir. Baxaq, kitabxanadır. Quruluşca necədir? Sadə. Baxın, xəbər kimi quruluş soruşur, söz kimi yox. Xəbərsə, yəni söz birləşməsində ifadə olmuyor ki, deməli sadədir. Ev deyil. Deyil müstəqil bir söz deyil. Yəni o belə deyək də dır şəkilçisinin əksi məzmununu verən bir hissəcikdir. Ev deyil, ikisi birlikdə sadə xəbərdir. Deməli, xəbərlər quruluşca eyni növdədir, doğru. Baş üzvlərin hamısının ifadə vasitəsi eynidir. Gələk buna. Keçmiş sözü bilirik ki, fe'li sifət kimi düşünülür. Fe'li bağlama kimi də düşünülə bilər. Məsələn, biraz keçmiş, o gəldi. Yəni keçəndə mənasında. Təsriflənən fe'l kimi də düşünülə bilər. O buradan çox keçmiş, amma fikir verməmişdi. Plus da isim kimi də düşünülə bilər. Bu gələcək sözünün əksi mənasında olanda keçmiş. Onda isim olur. Deməli, mübtəda isim, kitabxana isim, ev isim. Bu da doğrudur. 3 müxtəlif əsas nitq hissəsinə aid nümunə var. Burada əsas bir sözünə fikir vermək lazımdır. Bir burada say deyil. Neçə kitabxanadır? Bir kitabxanadır. Say deyil, ədatdır. Onu çıxandan sonra görürük ki, burada isim və feildən başqa əsas nitq hissəsi yoxdur. Yəni 3 dənə deyil. D-də getdi. Cümlədə keçmişi tamamilə unutmaq, gələcəyə köklənmək təbliğ olunur. Xeyr, demir keçmişi tamamilə unut. Keçmiş ziyarət ediləcək bir kitabxanadır. Hərdən baş vurmaq lazımdır. Dərs çıxarmaq lazımdır, amma da gedib keçmişdə yaşaya bilməzsən. Bugününə və gələcəyinə baxmalısan. Buradakı tamamilə sözünə görə E-də getdi. Cümlənin əvvəlinə düzdür. Vergüldən sonra amma sözlərini artırsaq, bu tabeli mürəkkəb cümlə olacaq. Amma tabesiz tabeliyə çevrilməyəcək. Çünki cümlə sadədir.